Qaraciyərin 70% zədələnsə belə insan heç nə hiss etməyə bilərmi? Çox təəssüflər olsun ki, bəli. Bizə çox vaxtı pasientlər gəlir. Bu yaxınlarda da bir pasientimiz gəlmişdi. Keçməyən köp şikayətim var. Biz ultrasəs müayinəsi elədik. Gördük ki, köp deyil, artıq 10 litrə yaxın qarın boşluğunda maye var. Bu artıq dekompensə qaraciyər sirrozudur. Çünki sirrozun ilk mərhələsi var. Kompensator sirroz, dekompensə sirroz. Dekompensə sirrozda artıq qarın boşluğuna su yığılır. Xəstənin qida borusunda, damarlarda qanama ola bilər. Xəstədə varislər ola bilər. Artıq ciddi beyin əlamətləri başlayır. Huşsuzluq, halsızlıq, yaddaş zəifliyi, danışmağında, yeriməsində pozulmalar baş verir. Bu zaman xəstə bizə müraciət edir ki, nəsə baş verir. Lakin qaraciyər sirrozu olana kimi ilkin mərhələlərdə bu fibrozun ilkin mərhələləri, fibroz 1, 2, 3, artıq 4 fibrozdur. Bu mərhələlərdə də qaraciyərin işi pozulanda insan müəyyən əlamətlər hiss edir. Lakin çox diqqətsiz olduğumuz üçün, həkimə getməyi özümüzdə, gözümüzdə böyütdüyümüz üçün ağır formalarda gəlirik. Çünki ağrı reaksiyası olmur. Qaraciyər lal orqandır. Ağrı vermədiyi üçün səssiz bu proses gedir. Bəs qaraciyərin xəstələnməsini, qaraciyərdə zədələnmənin biz ilkin əlamətlərini necə görə bilərik? Ümumi halsızlıq, iştahsızlıq, keçməyən köp şikayəti, bulantı, dəridə səbəbsiz qaşıntılar, dəridə səbəbsiz düşən ləkələr, bütün bunlar hamısı qaraciyərin zədələnməsini göstərə bilər. Qaraciyərin iltihaplanmasını göstərir. Həmçinin əgər artıq çəkimiz varsa da, yanaşı olaraq insulin direncimiz varsa da, yanaşı olaraq şəkərli diabetimiz varsa da, hansı ki şəkərli diabet xəstələrinin böyük bir qismində 90%-də qaraciyər yağlanması var. Hansı ki o yağlanmandan da 30%-ə qədər qaraciyər sirrozuna kimi gedə bilər. Sizdən qaraciyəri qorumaq üçün bircə xahişimiz var. İldə bir dəfə çox ucuz maliyyə başa gələn ALT-AST analizlərin adını da deyirəm, onu verməyə çalışın. Bir dəfə ultrasəs müayinəsi olunun. Siz ultrasəs müayinəsi və qaraciyərin əsas testlərini yoxlamaqla qaraciyərdə nələr baş verir bilə bilərsiniz və vaxtında qarşısını ala bilərsiniz. Virus hepatitləridirsə, virus hepatitləri indi uğurla müalicə olunur. Qaraciyər yağlanmasıdırsa, altda yatan səbəbi tapırıq, onu müalicə edirik. Şəkərdirsə, şəkər normaya salınmalıdır. İnsulin direncidirsə, ortadan qaldırılmalıdır. Artıq çəki verilməlidir. Dislipidemiya, yəni qan yağlarında yüksəlmə varsa, bunun da qarşısı alına bilər. Yəni ağır sirrozla həkimlərə müraciət etməyin. Vaxtında müraciət edin ki, sizi ağır xəstəliklərdən, qaraciyər transplantasiyasından qoruya bilək.